Əuzu billahi minəşşeytanirracim. Bismillahirrahmanirrahim. Əssalamu aleykum və rəhmətullahi və bərəkatuhu. Və vaxtınız xeyirli olsun, əziz dəyərli Azan TV izləyiciləri, əziz dəyərli möminlər. Bu günlərdə inşallah ki, zamanın imamı mövzusuna qaldığımız yerdən davam edirik ki, ötən mövzuda Peyğəmbər sallallahu ilə İmam Zaman Əcəlallahu fərəcəhu şərif arasında oxşar cəhətlər barəsində danışmışdıq. Bugün isə inşallah ki, qeyb barəsində danışarıq. Həm bizə məlum olan digər peyğəmbərlərin qeybi barəsində, həm də İmam Zaman ağanın Əcəlallahu fərəcəhu şərifin qeybi barəsində bir sıra məsələlərə aydınlıq gətirərik Allahın izni ilə. İlkin olaraq, müqəddimə olaraq başlaya bilərik ki, qeyb nədir? Qeyb, yəni insan adi idraki ilə, hiss üzvləri ilə anlaya bilmədiyi bir aləm. Elə bir aləmdir ki, ancaq Allaha məlumdur. Ancaq Allaha məlumdur, yəni mütləq bir şəkildə. Ümumilikdə qeyd edə bilərik ki, daha geniş izah versək, misal üçün cənnət, cəhənnəm deyəndə sən nə başa düşə bilirsən? Misal üçün cəhənnəm deyəndə mənim ağlıma od gəlir. Misal üçün cənnət deyəndə bağ, nə bilim, bulaq, belə anlayışlar gəlir. Yəni cənnət heç bu qədər deyil ki, cənnət bundan daha üstündür. Daha üstündür. Hətta bəzi insanlar öldükdən sonra ki, öz aqibətlərini görərlər, geri qayıtmaq istəyərlər. Geri qayıtmaq istəyərlər. Səbəbi nədir? Çünki görür. Çünki artıq onun gözündən pərdələr qalxmışdır. Qalxmışdır. Və möminlər barəsində də Bəqərə surəsində də deyilir ki, qeybə inanarlar. Yəni görmür, inanır. Qeyb nədir? Allaha inanmaq, mələklərə inanmaq, İmam Zaman ağa Əcəlallahu fərəcəhu şərifin onun varlığına inanmaq. Qeyb bunlardan ibarət. Cənnət, cəhənnəm və digər məsələlər ümumilikdə. Qeyd etmək lazım gələr ki, görüb inanmağa nə var ki, əsas odur görməyib inanasan. Görməyib inanasan. Yəni məharət bundadır. Həm də ki, qeyd etmək lazım gələr ki, yəni bu da imtahanın bir parçasıdır. Bu da öz yerində. Misal üçün övliyalar cəza ayələrini, cəhənnəm ayələrini oxuduğu zaman, yəni cəhənnəmlə bağlı olan ayələri oxuduğu zaman rəngləri saralardı. Halbuki onlar yəni pak idilər, təmiz idilər, məsum idilər. Yəni görün necə məsələ çox önəmlidir. Amma biz oxuyanda bizə elə bir adi gəlir. Səbəb bilirsiniz nədir? Çünki biz onları dərk eləyə bilmirik. Qısaca, yəni lakonik cavab elə budur ki, biz dərk eləyə bilmirik. Dərk eləsəydi əgər bizim də rəngimiz saralar. Nəinki rəngimiz sararlardı, bəlkə huşumuz gedər. Dərk eləsəydi. Nə demək istəyir o ayələrdə? Əlbəttə ki də qeyb aləmi mütləq bir şəkildə Allaha məlumdur. Misal üçün biz Qurani-Kərimdə bir çox ayələrdə oxuyuruq və xüsusilə Nəml surəsi 65-ci ayədə oxuyuruq ki, de, Allahdan başqa göylərdə və yerdə olan heç kim qeybi bilə bilməz. Onlar nə zaman veriləcəklərini də bilməzlər. Əziz Allahımız da buyurur ki, Peyğəmbərinə, de, Allahdan başqa göylərdə və yerdə olan heç kim qeybi bilə bilməz. Burada bir sual ortaya çıxır. Bəs Peyğəmbərlər, övliyalar qeybi necə bilirdilər? Necə bilirdilər? Yəni bu bir sualdır. Bunun cavabını axtarsaq, hələ bunun cavabına yəni baxmamışdan əvvəl qeyd edək ki, mütləq şəkildə Allah Təala qeybi bilir. Misal üçün buna bir nümunə qiyamətin saatı. Peyğəmbər sallallahu ötən səfər hədis dedi. Dedi ki, İmam Zaman ağa Əcəlallahu fərəcəhu şərifin qeybi qiyamətin saatı kimidir. Yəni onun vaxtı, yəni zühurunun vaxtı qiyamətin saatı kimidir. Yəni nə? Biz Quran ayələrini araşdırdıq və gördük ki, qiyamətin saatı barəsində Əziz Allahımız buyurub ki, nə yerdə, nə göydə onu heç kim bilməz. Allahdan savayı nə yerdə, nə göydə onun vaxtını heç kim bilməz. Və digər hədislərdə də oxuduq ki, zuhur barəsində, zuhurun vaxtı barəsində kim vaxt təyin edirsə yalan deyir. Əlbəttə ki də, hətta Peyğəmbərimizə də bu sual dəfələrlə ismarlanıb ki, qiyamət nə vaxtdır? Peyğəmbərimiz cavab verir ki, bilmir. Yəni bu, bəli, Peyğəmbər qeybi bilirdi müəyyən qədər və Allahın izni ilə, yəni ki, nələr lazımdır ona, onları bilir. Allah buna izin vermişdi. Allah nə istəyirdi? Peyğəmbərlər onları bilirdi. Amma tam şəkildə qeybi mütləq şəkildə Allaha məlumdur. Bu belə.
ki, o barədə də danışacağıq. Bir hədis nəql eləyir inşallah ki, Cəbrayıl bir ərəb, bədəvi ərəb şəklində belə deyək, peyğəmbərimizin yanına gəlib bir sıra suallar verir və suallarından da biri bu olur ki, qiyamət nə vaxt qopacaq? Peyğəmbərimiz buyurur, soruşulan şəxs sual verəndən çox bilmir. Həmin ərəb daha uca səslə buyurur: "Ey Muhammed", uca səslə soruşur daha doğrusu, üzr istəyirəm. "Ey Muhammed, qiyamət nə vaxt olacaq?" Peyğəmbərimiz buyurur: "Vay olsun sənə, qiyamət gələcək. De görüm nə hazırlamısan?" Yəni ixtisarla bura qədər kifayət eləyir. Yəni məsələ ondadır ki, qiyamətin saatı və yaxud da zuhurun saatı, düzdür, zuhur önəmli, qiyamət önəmli, hər biri önəmli bir məsələdir. Amma durun onun vaxtını araşdırın və yaxud da onsuz da bilməyəcəksiniz. Allahdan başqa heç kimə məlumdur. Əsas odur nə hazırlansın. Biz zuhura nə hazırlamışıq? Biz zuhura nə hazırlamışıq? Qiyamətin özünə nə hazırlamışıq? Deyirəm, mömin xüsusiyyətlərindən biri də budur ki, dünya üçün çalışanda elə bil həmişə yaşayacaq, amma axirət üçün çalışanda elə bil, yəni çox, bu gün onu belə deyək də, axırıncı günüdür. Bitdi. Qurtardı. Elə bil bu an axirətə gedəcək. Yəni orta yolu tapmaq lazımdır. Orta yolu tapmaq lazımdır. Misal üçün var alimlərdən də qeyd eləyirlər ki, namazı qılanda elə qılın ki, axırıncı namazınızdır. Bu o deməkdir ki, həm yəni orta yolu tapmalısan da, həm axirət həyatı üçün də çalışmalısan, həm dünya üçün də çalışmalısan. Və elə etməlisən ki, o dünya müqəddimə olsun axirət. Yaxşı. Bir bu. Bundan əlavə olaraq da qeyd etmək lazım gələr ki, biz dedik ki, peyğəmbərlər bəs hansı səviyyədə qeyb elminə sahib idilər və bu barədə də ayələr qeyd eləmişəm. Misal üçün Cin surəsi 26 və 27-ci ayədə buyurulur ki, Əziz Allahımız buyurur, qeybi bilən Allahdır və o qeybini heç kimə göstərməz. Ancaq razı qaldığı elçi bundan istisnadır. Yəni nə demək istəyir Əziz Allahımız? Yəni ki, o ki peyğəmbərlərin, övliyaların ki, qeyb barəsində məlumatları var idi, yəni bu elm, məlumat Allahın izni ilə baş verir. Yəni Allah mütləq şəkildə qeyb elminə belə deyək də, qeyb ona məlumdur, qeyb də aşkar ona məlumdur, amma peyğəmbərlərə, övliyalara Allah, yəni Allahdan asılıdırlar da onlar. Yəni özləri belə mütləq şəkildə, sərbəst şəkildə, müstəqil şəkildə qeyb elminə yəni sahib deyillər. Allahın izni ilə bilirlər onlar. Allahın izni ilə bilirlər onlar. Eləcə də Ənam surəsinin 59-cu ayəsində buyurulur ki, qeybin açarları yalnız onun yanındadır. Onları ancaq və ancaq o bilir. Həzrəti Peyğəmbərimizə dəfələrlə insanlar, bəli, bildiyimiz kimi də biz tarixi araşdırsaq görə bilərik ki, Peyğəmbərimizə kahin kimi yanaşırdılar, sehirbaz kimi yanaşırdılar, bəzi şəxslər var idi və onun yanına gəlirdilər, ondan müəyyən istəklər istəyirdilər. Peyğəmbərimiz də, daha doğrusu Quran-Kərimdə Əziz Allahımız buyurur ki, Peyğəmbərinə sən də belə cavab ver. Mən sizə demirəm ki, Allahın xəzinələri mənim yanımdadır. Mən qeybdən də xəbərdar deyiləm. Burada bir mötərizə açaq. Allahın mənə öyrətdiklərindən istisna. Yəni peyğəmbər, övliyalar nə bilirdilərsə, Allahın onlara öyrətdiklərindən bilirdilər. Allahın onlara öyrətdiklərindən bilirdilər. Eləcə də Əraf surəsinin 188-ci ayəsində əgər qeybdən xəbərdar olsaydım, özüm üçün daha çox xeyir tədarük edərdim. Və eləcə də Ali İmran surəsinin 179-cu ayəsində Allah sizi qeyb sirlərindən xəbərdar edən də deyildi. Lakin Allah öz elçiləri arasında istədiyi şəxsi seçər. Yəni şəxsi seçər, neyniyər? Yəni bəzi o seçdiyi şəxslər ki var, onlara qeybdən məlumatlar verər. Misal üçün Həzrəti İsa'nın möcüzəsi barəsində Qurani-Kərim belə buyurur: "Mən yediyiniz və evlərinizdə yığıb saxladığınız şeylərdən də sizə xəbər verərəm." Xəbər verərəm. Və burada əlbəttə ki, Həzrəti İsa misal üçün ölüləri dirildirdi. Necə dirildirdi? Allahın izni ilə. Yəni mütləq şəkildə bunu özü yerinə yetirmirdi. Allahın izni ilə yerinə yetirirdi. Allah izin verirdi, edirdi.
Və eləcə də indi gəldik çatdıq bir nöqtəyə ki, bu məsələni də izah eləyək inşallah ki, alimlərimiz də, Allah onlardan razı olsun, belə deyək, bu məsələyə izah veriblər. Misal üçün biz dua edəndə peyğəmbəri vasitə qərar vermək, bunların heç biri şirk deyil. Niyə? Niyə şirk deyil? Çünki biz vasitə verəndə onları, yəni belə bir peyğəmbərimiz qoy bizi dua eləsin, qoy imamlar bizi dua eləsin. Yəni ümumi nəticə budur. Biz onlardan bir şey istəmirik. Biz onlardan bir şey istəmirik. İnşallah ki, o barədə də indi mövzu olar, o barədə də danışarıq. Amma mövzudan kənarlaşmayaq. Bir hədis də qeyd eləmişəm. Daha doğrusu müharibə vaxtı Həzrəti Peyğəmbər ki, o Məkkənin fəthi ərəfələrində bir qadın Məkkə müşriklərinə məktub çatdırmaq üçün Sara adlı bir qadın olur. Saçlarının arasında belə deyək də məktubu qoyur, gedir və Peyğəmbərimizə Allah Təala vasitəsilə, yəni vəhy gəlir və Peyğəmbərimiz İmam Əli əleyhissalamı bir dəstə şəxsi onlarla müsəlmanı göndərir o qadının belə deyək də arxasınca ki, və onlara da deyir ki, Xax bağı yaxınlığında adlı yerdə bir qadınla rastlaşacaqsınız. Onda məktub var. O məktubu ondan alın və onlar gedirlər həmin ərazidə həmin qadınla rastlaşırlar və ona məktub barəsində də soruşurlar. Birinci inkar edir, sonra da nə edir? Bunu qəbul edir. Ümumilikdə hətta biz Nəchül Bəlağədə 13-cü xütbədə ki, İmam Əli əleyhissalam Bəsrəlilər barəsində deyir ki, sanki sizə göydən və yerdə Allahın əzabının nazil olduğunu, hamınızın qərq olduğunuzu və yalnız məscidinizin qülləsinin gəminin sinəsi kimi suyun üzündə qaldığını görürəm. Yəni buradan da məlum olur ki, İmam Əli əleyhissalam düzdür bir sıra biz indi çalışmışıq lakonik şəkildə yanaşan məsələlərə, hədislər var, hadisələr var, yəni rəvayətlər var, onları da qeyd edə bilərdik ki, ümumilikdə yəni həm imamlarımız, həm peyğəmbərlərimiz və övliyalar ümumilikdə qeyb elminə sahib olublar ki, o da Allahın izni ilədir. Ümumi nəticə budur. Hətta İmam Sadiq əleyhissalamdan da bir hədisini yazmışdım bura. İmam bir şey bilmək istəyəndə Allah Təala ona öyrədir. İmam Sadiq əleyhissalam buyurur. Buna əlavə olaraq ki, bir məsələ də var. Peyğəmbərlər qeybə çəkilibmi? Qeybə çəkilibmi? Düzdür, biz bunlara belə deyək, ayrı-ayrılıqda yanaşa bilməyəcəyik. Çünki çoxdur da, hamısının hadisəsini danışsaq gərək biz burada günlərlə oturaq. Amma qısaca şəkildə səbəblərini araşdıracağıq. Və kim də istəyərsə, inşallah ki, Kamuluddin kitabına müraciət edə bilər. O kitabda da təfsilatlı şəkildə qeyd olunub. Hər bir yəni peyğəmbərlərin qeybi barəsində ayrı-ayrılıqda. Ümumilikdə qeyd edək ki, İmam Zaman ağa Əcəlallah Fərəcahu şərifin qeybdə olması, yəni qeyri-adi bir hal deyil. Çünki digər peyğəmbərlər də qeybdə olublar. Qeybdə olublar. Misal üçün Musa peyğəmbər, Saleh peyğəmbər, Hud peyğəmbər, İbrahim peyğəmbər, Yusif peyğəmbər və sair və ilax. Qurani Kərimdə misal üçün qeyd olunan bir sıra hadisələr var. Bunlardan ümumi nəticə yəni çıxartmaq olar ki, peyğəmbərlərin qeybdə olmasının əsas səbəbləri biri təhlükələrdən qorunmaq idi. Yəni cəmiyyət ki, o peyğəmbərləri qəbul edə bilmirdilər və inkarçılar tərəfindən də təqib olunurdular. Ona görə Allah Təala onları yəni qorumaq üçün, yəni Allahın izni ilə qeybə çəkilirdilər. İkincisi, Allah Təala ilə xüsusi rabitə qurmaq üçün. İndi gəlin birinci izah verək. Təhlükələrdən qorunmaq dediyimiz zaman, misal üçün Həzrət İsa'nın nəyi qeybi? O ki, elə bilirdilər Həzrət İsa'nı çarmıxa çəkmişdilər, amma onu çarmıxa çəkməmişdilər. Onların gözündə elə görsənirdi. Bu barədə ayədə var, inşallah qeyd edərik. Və dedi ikincisi, Allahla xüsusi bir rabitə qurmaq üçün. Misal üçün Musa peyğəmbər Sina dağına gedir və orada 40 gün
orada qalır və həmin vaxtda, yəni ki, o insanlar üçün bir növ, yəni insanlar onu görmür, yəni qeybdə olur da belə deyək. Və insanlar nə edir həmin vaxt? Artıq onlar Samirinin buzovuna sitayiş eləməyə başlayırlar. Üçüncü səbəb qeyd edə bilərik ki, cəmiyyətin onları qəbul edə bilməməsi. Cəmiyyətin bir sıra peyğəmbərlər olub ki, onları cəmiyyət, insanlar öldürüblər və hətta bir sıra övliyaların belə haqqını düzgün şəkildə əda edə bilməyiblər. Daim mübarizə aparıblar onlarla. Və Əhl-i-Beytin tarixinə biz baxsaq, ən aşkar nümunə ilə Əhl-i-Beytdir ki, cəmiyyət onları nə cürünə qarşılayıb. Dördüncüsü isə ilahi hikmətlərə görə. İlahi hikmətlərə görə. Misal üçün, Həzrəti Musa barəsində Bəqərə surəsi 51-ci ayədə Əzza Allahımız buyurur, Allah Musaya Tövratı vermək üçün onu 40 gün Sina dağına çağırdı. Yəni bunları oxusaq görə bilərik, təfsirləri də nəzərə yetirsək görə bilərik. Eləcə Həzrəti İsa əleyhissalam barəsində onu öldürmədilər, çarmıxa çəkmədilər, lakin onlara belə göründü. Əksinə Allah onu öz dərgahına qaldırdı. Nisa surəsi 157 və 158-ci ayələr barəsində belə. İndi isə əsas mətləbə toxunaq. İmam Zaman ağa Əcəlallah fərəcəhu şərif niyə qeybdədir? Yəni bunun səbəbi nədir? Hədis var, Abdullah ibn Fəzil Əl-Haşimi dedi, İmam Sadiq əleyhissalamın belə buyurduğunu eşitdim. Bu işin sahibi üçün labid olan bir qeybət vardır. Qeyb dövrü. Batilə uyan hər bir şəxs o zaman şəkkə düşər. Dedim, sənə fəda olum. Nəyə görə? Yəni bu qeyb hadisəsi baş verəcək. İmam buyurdu, elə bir işə görə ki, onu sizə bəyan etmək bizə icazə verilməyib. Dedi, bəs onun qeybinin, yəni qeybətinin hikməti nədir? İmam cavab verdi, həqiqətən də onun qeybətinin hikməti Allah Təalanın zikr etdiyi, ondan öncə gələn höccətlərinin qeybətlərindən olan hikmətdir. Onun qeybətinin hikməti yalnız zühurundan sonra zahir olar. İmam əleyhissalam buyurur ki, necə ki Xızır peyğəmbərlə Musa peyğəmbər bir yol gedirlər. Orada hadisələr baş verir. Çox maraqlıdır. Əlbəttə ki, bunu da oxuya bilərsiniz. Orada gəminin deşilməsi, cavan uşağı öldürmə və sair və ilaxır ki, bunların hər birinin hikməti var idi. Və buradan da məlum olur ki, peyğəmbərlər arasında dərəcə fərqi olub. Ona bizim işimiz yox. Ümumi nəticədə hədisdən bunu çıxarmaq mümkündür ki, İmam Zaman ağa Əcəlallah fərəcəhu şərifin qeybdə olması, yəni bu kimi bu hadisənin əsas səbəbi əlbəttə ilahi hikmətlərə bağlıdır ki, onun zührundan sonra biz anlayacağıq ki, o hansı səbəblərə görə qeybdə olub. Bəli, ümumilikdə yenə də qeyd edə bilərik ki, imamdan nəql edilən hədisdə qeyd olunur İmam Zaman ağadan, yəni bir məktubla, ona nisbət verilən məktubla orada qeyd olunur ki, qeybətin baş verməsinin səbəbinə gəlincə Allah buyurur, ey iman gətirənlər, sizə agah olunca xoşunuza gəlməyəcək şeylər haqqında soruşmayın. Burada əlbəttə ki, İmam əleyhissalam Maidə surəsindəki ayədən qeyd edir. Yəni əstəğfurullah, bu o demək deyil ki, onun qeybinin bizə zərəri var. Nəuzubillah, bu belə bir şey deyil. Düzdür, bəzi adamlar ki, o zülm edirlər, düzgün yolda deyillər, daim cəmiyyətdə fitnə, fəsad törədirlər. Əlbəttə onlar üçün ya onlar tövbə eləyib bağışlansınlar və yaxud da ki, onlar üçün müəyyən bir cəzalar da var da, ilahi cəzalar var. Onlara da belə deyək ki, həmin o cəzalar gələcək onların başına. Qeyd etmək lazım gələr ki, ümumilikdə biz İmam Zaman ağanın zühurundan sonra olacaq hadisələr barəsində qeyd etmişdik. İqtisadiyyatın güclənməsi və burada insanların elminin artması, yoxsulluğun aradan qalxması və bundan əlavə olaraq qeyd edək ki, kasıb bir insan tapılmayacaq ki, hətta hədislərdə var. Yəni ona bir zəkat verəsən, yəni tapılmayacaq. Bunu da qeyd edək ki, qeybin əsas səbəbləri məlum oldu ki, zülm və ədalətsizlikdən qorunmaq ki, İmam Zaman ağa qeyd edib bir sıra səbəblər var. Yəni
bayaqki səbəblərlə uyğunlaşdırsaq bunlar çıxa bilər ki, ortaya. İlahi hikmət, zülm və ədalətsizlikdən qorunmaq, çünki imamın özünü də hətta, eee, təqib edirdilər. İnşallah ki, burada qeyd eləmişəm. Misal üçün o dövrün hakimiyyəti, eee, əlbəttə ki də imamı izləyirdilər, onun, belə deyək ki, öldürmək istəyirdilər, amma Allah öz rəngini, öz dinini əlbəttə ki də qoruyur. Eləcə də bununla bağlı, eee, bir rəvayət var. Rəşiq Məda Mədarai və yanındakıların İmam əleyhissalamın evinə Mötəzidin əmri ilə hücum etmişdilər və onlar ora gəlib çatanda gördülər, otağa girdilər, daxil oldular, gördülər ki, otaq suyun belə deyək, içindədir və belə deyək də, divarın küncündə bir kəs cənnamaz üzərində namaz qılır. Biri yaxınlaşmaq istəyir və suya qərq olur. İkincisi də yaxınlaşır və o da hücum etmək istəyir və o da suda batır və həmin şəxs bundan qorxub, o Rəşiq Mədarai qorxur, qaçır, və gəlir, əlbəttə ki, o dövrün hakimiyyətinə bunu bildirir. Sadəcə, bu kimi hadisələrin məlum olmaması üçün, ona səssiz olunması ilə bağlı göstəriş verilir. Çünki, bu hadisə məlum olsaydı insanlar, o ki, bəzi insanlar var idi ki, onlar o dövrdə cahil idilər və o dövrün də hakimiyyəti onları aldatmışdı. Buna bir sıra aşkar nümunələr var əlbəttə ki də. Acizə nümunələrdən biri də elə İmam Hüseyn əleyhissalamın o Kərbəla hadisəsini misal göstərmək mümkündür. Qeyd edək ki, ümumilikdə, yəni o dövrün hakimiyyəti birinci bilirdi ki, İmam Həsən Əskəri əleyhissalamın övladı var və bu gün də ən aktual suallardan biridir ki, İmam Həsən Əskəri əleyhissalamın övladı var idi? Bəziləri sual verir. Hamısı o dövrün hakimiyyətindən gələn bir növ, o məlumatlar əsasında formalaşan suallardır, qeyd etmək mümkündür. Bunlar belə. Ümumilikdə, əlbəttə ki də İmam Sadiq əleyhissalamın da buyurduğu kimi də burada da ilahi hikmətlər vardır və bizim boynumuza hansı vəzifələr düşür ki, biz ötən mövzularda bunun barəsində danışmışdıq. Düzdür, axır zaman çox çətin bir dönəmdir. Elə bir dönəmdir ki, elə bir odu əlində saxlamısan və yaxud da tikanlı bir yerdə gedirsən, yəni insanın imanını qoruması çox çətindir həqiqətən. Ona görə çalışmalıyıq Allahdan bu yolda biz kömək istəməliyik, sabitqədəmlik istəməliyik və bu yolda çalışmalıyıq. Çünki imamdan da hədis var ki, İmam Sadiq əleyhissalamdan hədis var ki, qaimin dövründə yaşasaydım ömrümü onun xidmətində keçirərdim və əlbəttə ki də bu da bizə nəsib olub. Bu da bizə nəsib olub ki, onun yolunda xidmət edək, insanlara, cəmiyyətə köməklik edək, onun zühuru üçün cəmiyyətin formalaşmasında kömək edək. Tək özümüzü dəyişməyək, yəni fərdi dəyişməyək, həm də ki, cəmiyyətin dəyişilməsində böyük rol oynayaq ki, Allah rəhmət eləsin, Hacı Şahin Həsənli də belə bir şəxslərdən biri idi ki, onun fəaliyyəti əlbəttə ki də hər birimizə məlumdur. Ümumilikdə bu qədər. Təşəkkürlərimi bildirirəm hər birinizə. Sağ olun, salamat qalın. Gələn mövzularda inşallah ki, görüşənə qədər.